Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyulun 11-16-sında Şəki Olimpiya kompleksində El-Oba Milli Adət-ənənələr düşərgəsi keçirilib. Düşərgədə Respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 60 nəfər gənc iştirak edib. Açılış mərasimində milli rəqs nümunələri nümayiş etdirilib, xalq musiqiləri səsləndirilib, həmçinin iştirakçılar üçün milli mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuş proqram təqdim edilib. Düşərgə müddətində başmaqçılıq və araqçın hazırlanması sənəti, Ebru sənəti, su üzərində milli naxışlar, duluşçuluq, qədim şəbəkə sənəti, şüşə və katan çantalar üzərində milli ornamentlərin işlənməsi üzrə ustad dərsləri təşkil olunub. Bununla yanaşı, erkən evlilik və onun fəsadları, sağlam gənclik narkomaniyaya yox deyir və Azərbaycan dilinin qorunması və inkişafında gənclərin rolu mövzularında maarifləndirici seminar və görüşlər baş tutub. İştirakçılar qədim sənət növlərinin hazırlanması texnikası, tarixi və tətbiq sahələri barədə ətraflı məlumat əldə edib, praktiki məşğələlərdə fəal iştirak ediblər. Axşam proqramında isə gənclər üçün milli rəqslərin öyrənilməsinə həsr olunmuş master-klasslar təşkil olunub və iştirakçılar Azərbaycan rəqs mədəniyyətinin müxtəlif nümunələri ilə yaxından tanış olublar.